Salam əziz müəllimlər. Hər vaxtınız xeyir olsun. Mən bugün sizə qrupumuzda paylaşılan MİQ və sertifikasiya tipli 2 maraqlı sualın izahını verəcəm. Gəlin keçək sualın izahına. Bizə deyilir ki, havada V0 bərabər 30 metr böl saniyə başlanğıc sürətlə şaquli istiqamətdə yuxarı atılmış 10 kiloqram kütləli cismin maksimal qalxma hündürlüyü 40 metr olmuşdur. Bu cismə təsir edən havanın orta müqavimət qüvvəsini hesablayın. J də bizə verilir 10 metr bölünsün saniyə kvadratı. Deməli, havanın orta müqavimət qüvvəsi deyəndə sizi çaşdırmasın. Bu elə bizim bildiyimiz müqavimət qüvvəsidir. Gəlin indi biz cismin hərəkətini bir təsvir edək. Deməli, cisim yuxarı doğru atılmışdır. 30 metr böl saniyə sürəti ilə, deməli, bir V sürəti ilə 30 metr böl saniyə sürəti ilə cisim atılmışdır yuxarı. Deməli, cisim əgər yuxarı atılıbsa, həmin cismə təsir edən müqavimət qüvvəsi həmişə sürətin əksinə olur. Deməli, müqavimət qüvvəsi yönəlir aşağı. M müqavimət. Həm də bu cismə təsir edən bir ağırlıq qüvvəsi var. Yəni, həmin cismin bir mg'si var. Mg də bilirik ki, həmişə aşağı cismə təsir edən ağırlıq qüvvəsi aşağı istiqamətdə yönəlir. İndi biz bu cismin hərəkətinə baxaraq Newtonun ikinci qanununu yazmalıyıq. Amma yazmamışdan əvvəl biz təyin etməliyik ki, bu cisim əgər müqavimət qüvvəsinin təsiri ilə hərəkət edirsə, deməli onda bu cisim J təcili ilə hərəkət etməyəcək. Hər hansı bir A təcili ilə hərəkət edəcək. Gəlin indi həmin o A təcilini tapaq. Bizim belə bir düsturumuz var. H bərabərdir V0 kvadratı bölünsün 2A. Gəlin biz bu düsturdan istifadə edərək A-nı tapaq. H bizə verilib 40 metr. Yazaq yerinə 40 metr bərabərdir. V0 kvadratı edir 30'un kvadratı 900 bölünsün 2A-ya. Biz buradan alırıq ki 80A bərabərdir 900'ə. A da bərabərdir 11,25'e. İndi biz Newtonun ikinci qanunundan istifadə edərək hərəkət tənliyini yaza bilərik. Gəlin yazaq. Mg üzərinə gəlinsin F müqavimət qüvvəsi bərabərdir MA-ya, əvəzləyici qüvvəyə. Biz buradan müqavimət qüvvəsini tapsaq, F müqavimət bərabərdir MA çıxaq Mg-dən. Deməli, biz burada M-i də ortaq vuruq çıxarsaq, A çıxılsın J. Buradan da alırıq. M kütlə bizə verilib 10 kiloqram. A-nı biz aldıq 11,25 çıxılsın 10 metr böl saniyə kvadratı J təcilimiz bərabərdir 10 vurulsun 1,25'e. Buradan da alırıq ki, bizim müqavimət qüvvəmiz 12,5 Newtondur. Keçək növbəti sualın izahına. Bizə sualda deyilir ki, sürtünmə əmsalı 0,5 olan mail müstəvi üzrə sürüşən cismin təcilini hesablayın. Deməli, sürtünmə əmsalı bizə verilib. Mü bərabərdir 0,5'e. Sürtünmə əmsalı bizə verilib. Deməli, bu cisimə təsir edən bir sürtünmə qüvvəsi var. Gəlin biz qüvvələri göstərək. Deməli, cismə təsir edən ağırlıq qüvvəsi yönəlib aşağı doğru bir bu cismin mg'si var. Bu mg'ni biz 2 toplanana ayırmalıyıq. Aha. Bir mg'nin üfüqi toplananı, bir də şaquli toplananı. Həmçinin bu cisim əgər sürtünmə əmsalının təsiri altında mail müstəvi üzərində sürüşürsə, deməli buna təsir edən bir sürtünmə qüvvəsi də var. F sürtünmə qüvvəsi. İndi gəlin biz bu bucağa əsasən göstərək ki, bizim bu mg, yəni ağırlıq qüvvəsinin üfüqi və şaquli toplananları nə qədərdir?
Mən rəngi dəyişmək istəyirəm ki, sizə aydın görsənsin bucaq, qeyd etdiyimiz bucaq. Deməli, baxın, bu hissədə belə bir düzbucaqlı üçbucaq alınır. Həmin bu düzbucaqlı üçbucaqda bu bucaq 37 dərəcədirsə, deməli, bu qarşı, baxın, bu bucaq olur 53 dərəcə. Deməli, bu bucaq olur 53 dərəcə. Onda bu bucağın, baxın, bu qarşısındakı bucaq olur 53 dərəcə. Burada belə bir düzbucaqlı üçbucaq var. Deməli, onda, baxın, bu hissə 90 dərəcədir. Deməli, onda, baxın, bu bitişik, bu bucaq olur 37 dərəcə. Deməli, burada mail müstəvidə göstərilən 37 dərəcəni biz ifadə elədik. Gəldik, tapdıq ki, həmin bucaq mg ağırlıq qüvvəsində də bu hissədə, yəni bu düzbucaqlı üçbucaqda qalan bucaqdır. Bunlar oxşar bucaqlardır. Deməli, biz bucağı göstərdik. Deməli, mg-nin yəni bu hissədə qalan bucaq, arada qalan bucaq elə mail müstəvidə olan 37 dərəcəlik bucaqdır. İndi gəlin həmin bu 37 dərəcəlik bucağa uyğun olaraq biz bu mg-nin toplananlarını ayıraq. Deməli, mg-də 37 dərəcəlik bucağa bitişik olan toplanan olur mg kosinus 37 dərəcə üfüqi toplanan olur mg sinus 37 dərəcə. Baxın, bu mg sinus 37 dərəcə elə biz bildiyimiz sükunət sürtünmə qüvvəsidir. Həmin o qüvvə, mg sinus alfa dediyimiz qüvvə cismi aşağı salmağa, sürüşdürən, aşağı hərəkət etdirən qüvvədir. İndi gəlin, deməli bu cisim aşağı sürüşürsə, deməli bu istiqamətdə aşağıya doğru bir A təcili ilə hərəkət edir. Biz həmin A təcilini tapmalıyıq. Biz də bilirik ki, F sürtünmə qüvvəsi, F sürtünmə bərabərdir mü N-ə. N reaksiya qüvvəsi. Baxın, elə biz daha doğrusu tapdığımız mg-nin mg kosinus toplananıdır. Biz onu yerinə yazsaq, buradan alırıq ki, sürtünmə qüvvəsi mü mg kosinus alfadır. Kosinus, yəni 37 dərəcədir. İndi gətirək biz tənliyi yazaq. Biz bu sistemdə hərəkət tənliyini yazsaq, deməli yazırıq mg sinus 37 dərəcə çıxaq. Sürtünmə qüvvəsini aldıq mü mg kosinus 37 dərəcə bərabərdir MA-ya sürüşən bir cismin hərəkəti. Bu anda biz görürük ki, M-lər ixtisar getdi. M-lər ixtisar gedəndə təcil üçün belə bir ifadə alırıq. A bərabərdir J sinus 37 dərəcə çıxaq mü J kosinus 37 dərəcə. Deməli, biz qiymətləri yerinə yazmamışdan əvvəl baxırıq ki, demək, mail müstəvi üzərində sürüşən cismə və yaxud ümumiyyətlə mail müstəvi üzərində olan cismə, daha doğrusu cismin təcilini tapanda həmin təcil, həmin cismin kütləsindən asılı deyil. Bərabərdir. Qiymətləri gətirək yazaq yerinə. 10 vurulsun. Sinus 37 dərəcədə qiymət nə qədərdir? 0,6 çıxılsın. Mü nə qədər idi? 0,5 vuraq. 10. J'nin qiyməti 10'dur. Vurulsun. Kosinus 37 dərəcədə də 0,8'dir. Deməli, biz buradan alırıq ki, 10'u 0,6'ya vuranda edir 6, 0,5'i 10'a vuranda 5, 5'i də 0,8'ə vuranda edir 4. 6'dan da 4 çıxırıq, alırıq 2 metr bölünsün saniyə kvadratı. Deməli, bu cismin, sürüşən bu cismin təcili 2 metr bölək saniyə kvadratı idi.
Əziz müəllimlər, bu günlük bu qədər. Növbəti dərslərdə görüşənədək hər kəsə uğurlar arzulayıram.